Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala men la nebiyye ba'dahu. Amma ba'du. Esselamu aleykum ve rahmetullah. Deməli, biz keçən dəfə Allah Azza və Cəllənin izi ilə qəlb əməllərdən xovf haqqında danışdıq və xovf yəni qorxu deməkdir. Yəni qəlb əməllərindən olan qorxunun da ümumi olaraq əsas 3 və sonra dördüncünü də gətirdik ki, 4 dənə növü var. Birinci odur ki, yəni şəriətlə məşru olan, yəni Allah və Rəsulü tərəfindən, yəni şəriətdə varid olan, icazəli olan qorxudur. Hansı ki, o qorxudur ki, o ümidlə yanaşı gəlir. Yəni ümidsiz gələn, ümidlə yanaşı gəlməyən qorxu nədir? Şəriətlə icazəli olan qorxu deyil. Deməli, o qorxu ki, şəriətlə, deməli, şəriətdə icazəlidir, o qorxudur ki, o ümidlə bərabər olmalıdır. Və sonra dedik ki, yəni insanın şirk olan, qəlbində olan, insanın qəlbində olan şirk olan Allah Subhanahu Taala'dan başqasından qorxu. Yəni o hansı qorxudur? Allaha ortaq qoşulan qorxudur. O qorxu ki, yəni insan Allah Subhanahu Taala'ya məxsus olan qorxunu Allahdan başqasına yönəldir. Və üçüncü qorxu olan o qorxudur ki, Allah Subhanahu Taala'nın itaətlərində və ibadətlərində, əmirlərində və qadağalarında Allahla yanaşı başqasından qorxmaq. Yəni Allah Azza və Cəllənin əmr etdiyi bir şeyi yerinə yetirməyə mane olan sənin qəlbində digərlərinə qarşı olan qəlbində olan qorxudur. Və yaxud da yəni ya əmr etməsinə, ya da qadağan etdiyi şeydən çəkinməsinə. Və bu da olan haram olan qorxudur. Və üçüncü də, daha doğrusu dördüncü də gətirdik ki, nədir? Mübah olan qorxudur. O da hər bir kəsin qəlbində Allah Subhanahu Taala'nın yəni icazə verdiyi, yəni fitrətən insanı yaratdığı qəlbində olan qorxudur. İnsanın təbii heyvanlardan, təbii fəlakətlərdən və başqa şeylərdən olan qorxudur. Bugünkü gün olan dərsimiz ümumiyyətlə insanın qəlbində olan Allah qorxusunu yəni əldə etmə yolları hansılardır? Birincisi, ümumiyyətcə bilməliyik ki, həqiqətən də insanların hamısı, bütün kəslər, hər biri Allah qorxusunun qəlblərində olmasına ehtiyacları var. Ona görə də yəni bizim hər birimizin bu yöndən olan, yəni çoxlu nəyimiz var? Bu yöndən olan qüsurlarımız var. Ona görə də hər birimizə qəlbimizdə həmən Allah qorxusunu əmələ gətirmək üçün səbəbləri yolda, deməli, o yolları əldə etmək üçün səbəbləri nə etməliyik? O səbəbləri əldə etmək üçün çalışmalıyıq ki, qəlbimizdə hər birimizin o Allah qorxusu olsun. İlk olaraq bu yollardan biri nədir? Allah Subhanahu Taala'dan başqalarını qəlblərimizdən çıxartmaqdır. Deməli, birincisi nədir? Bu da gətirir ki, təfriqul qalbi minəl xavfi min qeyrillah. Allahdan başqalarından nədir? Bu qəlbi Allahdan başqalarından olan qorxudan təmizləməkdir. Və həmçində həmən qəlbi Allah qorxusu ilə doldurmaqdır. Nəyə görə? Çünki gətirir şeyx burada ki, mümkün deyil ki, bir qab sirkə ilə dolu olsun, sən təzdən onun üstünə süd dökəsən. Yəni, bir qab əgər sirkə ilə doludursa, təzdəndən sənin onun üstünə süd dökməyin, əsla onu südlə doldurmaqla heç nə əldə etmiş olmayasın. Deməli, nə etmək lazımdır? Birinci, həmən o, deməli, qabda olan sirkə boşalmalıdır ki, ora, deməli, süd tökə biləsən. Eləcə də qəlb. Qəlb bir kasadır. Əgər sən bu kasanı Allahdan başqaları ilə doldurmusansa, heç vaxt ora Allah qorxusu daxil ola bilməyəcəkdir. Ona görə də insan ilk olaraq təmizləməlidir qəlbini Allahdan başqalarından olan
qorxu ilə o məsələləri oradan təmizləməlidir ki, Allah qorxusuna orada yer olsun. Ona görə də şeyx burada gətirir ki, yəni ümumiyyətlə tək Allah qorxusuna deyil, qəlb əməllərinin hər biri belədir. Əgər bir insanın qəlbi Allahdan başqaları ilə doludursa, o qəlbə Allahın təvəkkülü, Allah Azza və Cəlləni sevməsi, Allah Subhanahu taala haqqında yəni ümid, qorxu və bütün əməllər də bu şeylərin üzərində nədir? Tərtib olunubdur. Yəni insan ilk olaraq qəlbini təmizləməlidir. Və xülasə olaraq buna çox misallar gətirmək olar. Tutalım ki, bizdən birimizə bir ev hədiyyə ediblər və evdə baxılmamış bir ev olubdur. Və sən bilirsən ki, o evdə çavul gəzir, pislik, yəni çox tozlu, torpaqlı bir şeydir. Və o evdə yəni insan yaşamayıb deyənə toz, torpaq, çavul, hər şey var orada. Və sən neyniyərsən? Birinci gedib o evi təmizləyib, sonra öz yeni əşyalarını orada daxil edərsən, yoxsa o zibillik olan bir hissəyə yeni əşyalarını gətirib salarsan. Sözsüz ki, hər kəs bir mənalı olaraq cavab bu olacaqdır ki, ev birinci təmizlənməlidir. Eləcə də qəlb evi də ilk olaraq şirkdən və Allah Subhanahu taaladan başqalarına bağlı olan hissələrdən təmizlənməlidir ki, Allah Subhanahu taalaya məxsus olan, xas olan əməllər neyin olsun? Ora girə bilsin. Yoxsa əks halda əsla onlara orada yer olmayacaqdır. Ona görə İbn Qeym Rahimullah Allah Subhanahu taalaya doğru hicrət edənlər haqqında deyir ki, yəni muhacirlər ki var, onlar Allaha doğru hicrət ediblər. Yəni bu nə deməkdir? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə deyir ki, muhacir o kəsdir ki, Allah Subhanahu taalanın haramlarını, Allahın haramlarını hicrət edərək Allaha doğru getsin. Və İbn Qeym Rahimehullah bu hal haqqında deyir ki, o kəsdir ki, Allah Subhanahu taaladan başqalarına bağlı olan məsələləri qəlbindən hicrət etsin, tərk etsin. Və həmçinin də Allahdan başqalarına ibadət olunmağı tərk edərək Allah Azza və Cəlləyə doğru irəliləsin. Və Allahdan başqalarından qorxaraq, Allahdan başqalarına olan qorxunu qəlbindən çıxardaraq, Allah Subhanahu taala olan qorxunu orada əksin. Və həmçinin də ümidi və təvəkkülü yalnız ona etsin. Və baxırsan ki, həqiqətən də biz keçən dərsdə də vurğuladıq ki, bəzən olur ki, əməl özü kiçik olsa da, amma insanın qəlbində o daşıdığı hiss o əməlin günahını böyüdür. Misal üçün ola bilər ki, insan namazı gecikdirmək ümumiyyətlə icazəli ola bilər son vaxtına qədər. Əfsəl vaxtı ilk vaxtında qılınmasıdır. Amma ola bilər ki, namazı əslində gecikdirmək icazəli olduğu halda insan bəzən oturduğu öz yoldaşlarından, Allah'dan deyil onlardan utandığına görə və yaxud da onu işdə töhmət edərlər, məzəmmət edərlər deyənə, Allah Subhanahu taala yəni Allah üçün edəcəyi bir əməli, ibadəti məxluqdan qorxaraq və ya utanaraq uzatması artıq o məsələni onun qəlbində neynir? Şiddətləndirir və onun günahını da əzəmətləşdirir. Və eləcə də hər bir məsələni bura daxil etmək olar. Ola bilər ki, bir insan istəyir qadın olsun, istəyir kişi olsun. Qadınlara hicab məsələsi olsun, kişilərin saqqal məsələsi olsun. Ola bilər ki, insan saqqal saxlamır. Niyə? Özü bilir, Rəbbi ilə arasında olan hər hansı bir üzrə görə ola bilər. Kiminsə üzrü var. Amma kimsə ola bilər ki, saqqal niyə saxlamır? Qorxur ki, kimsə onun ruzisini kəsər. Bax, qorxu var qəlbində. Allahdan başqasından qorxu var onun qəlbində. Qorxur ki, Allahdan başqaları onu daha çox qınıyar. Onu işdən çıxardarlar. Onu evdən qovarlar. Və bu kimi qorxular onu Allah və onun Rəsulunun əmrini yerinə yetirməkdən çəkindirir. Eləcə də başına hicab bağlayan bir qadın neyniyir?
Baxırsan kimsə ona yüngülvari qıraqdan təzyiq göstərməklə Allah üçün etdiyi əməli məxluqa görə tərk edir. Və bu da onun qəlbindəki olan məxluqun yerinin böyük olduğuna görədir. Ona görə insan birinci bilməlidir ki, Allah Subhanahu taaladan başqalarına qəlbinin bağlanmasını təmizləməlidir. Əgər bu əməli istəyirsən ki, qəlbində Allah qorxusu otursun, bil ki, ilk olaraq sən qəlbini bu məxluqatlardan, məxluqatlara bağlanmaqdan, məxluqatlara xüsusi yer verib, onlara təzim edib, Allahdan qorxduğun kimi onlardan qorxmağındır. Deməli, xülasə olaraq biz bildik ki, deməli, İbn Qeyyim Rahimullah da burada Allaha doğru olan mühacirlərin vəsflərini gətirdi. Və həmçində deyir ki, ona görə də və bu Allah Subhanahu taalanın deməli Zəriyyət surəsi 50-ci ayədə deməsi ki, fəfirru ilallah, yəni Allaha doğru qaçın. Allaha doğru qaçın deyir. Nədir? Ayəsinin mənası da elə buna dəlalət edir ki, yəni insan Allah Subhanahu taalaya doğru qaçmalıdır və haram olan bir şeylər ki var onun qəlbində və zahirində, batinində Allahın sevmədiyi bir şeyləri tərk edərək Rəbbinə doğru qaçmalıdır. Həqiqətən də insan ümumiyyətlə ağıllı insan düşünsə, zaten görər ki, yəni məxluqatın sənin üzərində əsla heç bir hökmranlığı yoxdur. Vallahi Allah Azza və Cəllənin izni olmadan heç kim heç nə eləyə bilməz. Yəni bu məsələni, tövhid məsələsini insan qəlbində otuzdursa, insan zahirən kasıb olsa da vallahi dünyanın ən zəngin insan olacaqdır. O kişidirsə, onun mərdliyi artacaqdır. Onun mərdliyi artacaqdır. Qadındırsa, iffəti, cəsarəti artacaqdır. Əgər insanın tövhidi yoxdursa, görərsən ki, o insandan kişiyə xas olmayan yaltaqlıqlar, insanların qabağında quyruq bulaması və onlara yaltaqlanması kimi pis xislətlər üzə çıxacaqdır. Amma əgər insan tövhidi öyrənərsə, Allah Azza və Cəlləni tanıyarsa, qəlbindən məxluqatları çıxardarsa, o heç kəsdən heç bir şey ummadan, kiminsə onu ucatmasından, onu tərif edib, icazə verib, onu ucatmasından, ona hər hansı bir kəsin təskiyə verib, onu önə çıxartmasına vallahi yer buraxmaz. İnsan bilməlidir ki, aləmlərin Rəbbi əgər onu ucatmaq istəsə belə, məxluqlar hamısı ona gözdən salmaq istəsə belə, gözləri götürməsə belə, vallahi Allah Azza və Cəllə bir gün həmən o kəsi ən uca olanların uca mərtəbəsində gətirəcəkdir. Yox, əgər insan məxluqatların qarşısında bu kəsin xəssiyyətinə görə bunu danışacaq, bu kəsin xəssiyyətinə görə onu tərk edəcək, onda yəni nədir? Həm tövhid olmayacaq, həm də bir kişiyə xas olan xüsusiyyətlər də ondan uzaqlaşacaqdır. Ona görə birinci ilk olaraq insan tövhidi öyrənməlidir, muvahhidlərdən olmalıdır, yəni tövhid əhlindən olmalıdır ki, ondan sonra da onda bütün o müsbət olan cəhətlər üzə çıxacaq və naqisliklər də ondan aradan qalxacaq. Ona görə də Allah Subhanahu taaladan istəyir ki, bizim tövhidimizi gücləndirsin və Allah Subhanahu taalanı həqiqətən də tanıyıb Allah Subhanahu taalaya haqqı ilə təslim olmağı bizə müvəffəq etsin. İkinci səbəblərdən biri nədir? İnsan necə Allah qorxusunu əldə edə bilər? İkinci səbəblərdən biri də Allah Subhanahu taalanın Qur'an-ı Kərimini, Allahın yəni müqəddəs olan kəlamını tədəbbür etməklə. Deyir ki, yəni insan əgər Allah Subhanahu taalanın ayətlərini tədəbbür edərsə, orada çoxlu deyir, Allah Subhanahu taalanın asi olanlara çoxlu hədələrini eynəyər, görər, rast gələr. Hansı ki, o tədəbbür etdikcə o hədələr ki var, Allah Azza və Cəllə asi qövmləri onunla hədələyib, o onu Allahdan qorxmağa yönəldər. Allah Subhanahu taala nə deyir? İnnemel mu'minunellezine iza zukirallahu vecilet kulubuhum ve iza tuliyet aleyhim ayatuhu zadethu imanen ve ala rabbihim yetevekkelun. Həqiqətən də mömin olan o kəslərdir yalnız. Yalnız o kəslərdir mömin olanlar ki, hansı ki onlar Allah Subhanahu taala zikr olunduğu halda onların deyir qəlbləri deyir qorxuya düşər. Vacilet kulubuhum, qəlbləri titrəyər.
Və izə tuliyət aleyhim əyatuhu, onun ayələri onlara oxunduğu zaman, zədəthum imanən, onların imanları artar, və alə rabbihim yətəvəkkəlun, onlar Rəblərinə təvəkkül edərlər. Yəni, hansı qul Allaha təvəkkül edir? O qəlblər ki, o qəlbdə Allah Azza və Cəllə ilə, o qəlb Allahla sevinir, Allahla döyünür, Allah üçün sevir, Allah üçün nifrət edir. Yəni, bu qəlblər də Allah Subhanahu taalaya təvəkkülü xas olan eləyən. Yoxsa insan, əgər o qəlbdə başqa məxluqatların, insanların, o birlərin, bu birlərin məqamı Allahın məqamından üstündürsə, mümkün deyil o həmən insan neynəsin? Allaha haqqı ilə təvəkkül etsin. Allah Subhanahu taala bu ayədə innəmə gətirdi. Bu da hasırdır. Ərəb dilində buna qayda olaraq ədətul hasır deyirlər. Yəni ki, yalnızlıq ədatıdır. Və bu da ona dəlalət edir ki, bu imanın vacib hissəsinə dəlalət edir. Vacib hissə, çünki imanın bir kamillik hissəsi var, bir də vacib var. Yəni, vacib hissəsindən insan azaldanda o günah daşıyır və cəhənnəmə layiq olur. Allah Subhanahu taalanın rəhməti altında olur. Ona görə də gətirir ki, burada Şeyx Sədi Rahim, daha doğrusu Allah Subhanahu taala ona xas olan abidlərini, qullarını vəsf edərək deyir ki, İzə tutlə aleyhim əyətur rəhməni xarru succədən və bukiyyə. Yəni, Rəhmənin ayətləri onlara oxuduğu zaman neyniyər? Onlar səcdəyə qapanarlar ağladıqları halda. Ağlayaraq səcdəyə qapanarlar. Şeyx Səd Rahiməhullah bu ayənin təfsirinə deyir ki, yəni onlar Allahın ayətlərinin qabağında zəlil olarlar. Və Allah Subhanahu taalaya qorxu, xuşu içində neyniyərlər? Bu həmən o xuşu içində Allah Subhanahu taalaya səcdəyə qapanarlar və həmən bu onların qəlblərində neyniyər? Onların imanlarına, rəğbət, Allaha qarşı rəğbətli, Allahın əmrlərinə və qadağalarına qarşı rəğbətlənməyi və həmçinin də deməli Allahın əmrlərinə qarşı rəğbətlənməyi və qadağalarına qarşı isə nədir? Yəni çəkinməklərinə səbəb olar. Və həmçində bu onların qəlblərindəki həmən o qorxu imanlarını artırar və onların bu gözlərindən axan yaşlarla əsərini görsədər. Və həmçinin də onlar peşmançılıq, səcdə Rəblərinin qarşısında peşmançılıq və səcdə edərək bunu ortaya qoymuş olarlar. Və buna görə də baxırsan ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə baxdıqca, Allah Rəsulü sallallahu aleyhi və səlləm bəzən ölmüş kəsə bir rəhmət olaraq ağlayıbdır. Necə ki, nəvəsi öləndə Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı adam göndərir ki, Rasulullah sallallahu aleyhi ve sellemə deyin ki, yəni nəvəsi can üstündədir. Rasulullah sallallahu aleyhi ve sellem birinci söz göndərir ki, deyin ki, fəsbir vahdəsib, yəni deyin ki, səbr eləsin və neynəsin, Allahdan savabını umsun. Sonradan yenədən göndərir ki, de ki, nə olar ki, Rasulullah sallallahu aleyhi ve sellem gəlsin. Və Peyğəmbər sallallahu aleyhi ve sellem gələndə nəvəsin qucağına götürür və görür ki, o uşaq can üstündədir və tir-tir əsir. Rasulullah sallallahu aleyhi ve sellem göz yaşlarını saxlaya bilmir və ağlayır. Və bu zaman sahabələr deyirlər ki, ya Rasulallah, sən ağlayırsan, deyir ki, vallahi bizim deyir, yəni, gözlərimiz, qəlblərimiz ağlayar, lakin deyir, Allah Azza və Cəllə ilə qəlblərimiz onun razı, yəni verdiyi hökmlərlə daim razıdır. Yəni biz də bir bəşərik, ağlaya bilərik. Lakin bu ağlamaq əsla aləmlərin Rəbbinə qarşı, onun yazdığı qədərə qarşı çıxmaq demək deyil. Ona görə də bəzən görsən Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni ölmüş bir kəsə rəhmət olaraq ağlayıbdır. Və bəzən də görürsən ki, ümmətinə qorxaraq ağlayıbdır və onlara bir şəfqət olaraq ağlayıbdır və bəzən də Allah Subhanahu taalanın qorxusundan ağlayıbdır və bəzən də görürsən Peyğəmbər sallallahu aleyhi və səlləm Quran oxunanda və yaxud da Quran dinləyəndə ağlayıbdır və həmçinin də bu ağlamalar nədir? Hamısı baxırsan ki, nədən əmələ gəlir? Allah Rəsulü sallallahu aleyhi və səlləm Qurandan ağlaması ümmət üçün və Allah qorxusundan bu Allahın, yəni Allah sevgisindən və Allahı uca tutmağına görə idi.
Və həmçində İbn Abbas radiyallahu anhudan rəvayət olunan hədisdə deyir ki, Abu Bakr radiyallahu anhu dedi ki, ya Resulallah, artıq deyir, sənin saçlarına və saqqalına dən düşübdür. Yəni, saçın, saqqalın ağarıbdır. Və qalə, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Hud surəsi, Vaqiyə surəsi, Mursələt surəsi, Əmmə yətəsəəlun, Nəbə surəsi və həmçində Şəms surəsi neynədir? Mənim deyir, saçlarımı deyir, ağartdı. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayələri düşünərək, yəni saçlarını ağartdı. Nəyə görə? Munəvi deyir ki, alimlər deyir ki, çünki bu ayələrdə nə var? Həqiqətən də qorxunc məlumatlar var. Şiddətli nə var? Hədələr var. Baxmayaraq ki, bu surələr qısadır, Bəqərə surəsinə, Ali-İmran surəsinə və başqa surələrə nisbətən onlar qısa olsa da, nədir? Onlarda olan o şiddətli vaad və vaid, yəni Allah Subhanahu hədələri və vədləri çox olduğuna görə, şiddətli olduğuna görə insanları düşündürüb, yəni Peyğəmbər sallallahu aleyhi ve selləmi düşündürüb və o onun saçlarını ağardıbdır. Deyir ki, şeyx burada gətirir ki, əgər insan Allah Azza və Cəllənin kəlamını tədəbbür edərsə, haqqı ilə deyir, tədəbbür edərsə, bu ona deyir, bu Qur'anda Allah Subhanahu deyir, qorxuducu bir çox xəbərləri haqqında deyir, düşünməyi hərəkətə gətirər onun qəlbində. Necə ki, Allah Subhanahu kafirlər haqqında və müşriklər haqqında və həmçinin də Allah Subhanahu asilik eləyənlər haqqında neçə yəni şiddətli hədələri vardır. Baxın, Allah Azza və Cəllə Nəbə surəsində bir qissəsini desək ki, kafirlər haqqında deyir ki, onlar orada əsrlər boyu qalacaqlar. Yəni, bir insan həqiqətən də əgər bu ayələrin üzrlərində düşünsə, vallahi onun qəlbində əgər bu qorxu yaratmırsa, bu qorxu onun qəlbində, bu şeylər onun qəlbində qorxu yaratmırsa, yəni o getsin imanına qayıtsın. Baxın, necə ki Allah Subhanahu göydən yağış yağdırdığı halda ölü torpağı diriltdiyi kimi Qur'an vasitəsilə Allah Azza və Cəllə ölü qəlbləri dirildir. Yəni, əgər sizdən birimiz, hər hansı birimizi tutalım ki, bax, yemək, çörək pişirən fırın deyirlər da türklər, təndir. Hələ mən təndirdən danışıram, balaca bir şey deyirəm. Birimizi ora salıb 5 dəqiqə saxlasalar, onun halı nə qədər olar? Yəni, bir təndirin içində, odun içində 5 dəqiqə saxlasalar, o insanın halı necə olar? Yaxşı, bu 5 dəqiqə əgər 5 saat olarsa, bir gün olarsa, bir həftə olarsa, bir ay olarsa, bir il olarsa, yaxşı 100 illər olsa necə olar insanın halı? Yaxşı Allah Subhanahu əsrlər boyunca orada insanları saxlayacaqdır. Başa düşdünüz nə deməkdir? Yəni insan əsrlər boyunca orada nədir? Cəhənnəm odunda qalacaqdır. Hansı ki, bu dünya odu cəhənnəm odunun yanında nədir? Onun bir hissəsidir. Bir hissəsidir. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, yəni sizin gördüyünüz bu od, dünya odu, cəhənnəm odu, yəni bir hissəsidir. Cəhənnəm odu 70 dəfəm ondan çoxdur. 70 dəfəm. Hətta sahabələr deyir ki, ya Rasulallah, misli qədər olsa vallahi kifayət idi. Yəni, eynən bu dünyadakı olsa qədər yenə də insan dözə bilməz ona. Baxın, Allah Subhanahu bir insan ömrü boyu ibadət edir. 70 il, 80 il bu insan ibadət edir. Allah Subhanahu son olaraq, şərik qoşaraq Allaha qovuşarsa, vallahi onun o əməlləri hamısı nə olur? Puç olur. İnsan qorxmalıdır bu əməllərdən. Cəhənnəmin əzabından qorxmalıdır. Əgər bu ayələri oxuyanda onun qəlbini titrətmirsə, vallahi qəlbinə qayıtsın. Qəlb, Allah qorusun, ölmək əstanasındadır. O qəlbə artıq alan ayətləri çatmır, diriltmir onun qəlbini.
Ona görə də insan nə etməlidir? Bu ayələr haqqında tədəbbür etməlidir. Və İbn Cərir deyir ki, həqiqətən də mən o kəsə deyir, yəni təəccüb edirəm ki, deyir, Qur'anı oxuyub, lakin deyir, onun deyir, yozumunu bilmir deyir. Yaxşı deyir, o insan Qur'andan necə ləzzət ala bilər deyir. Hələ mən Qur'an ümumiyyətlə oxuya bilməyən qardaş və bacılarımdan danışmıram. Hələm şeyx burada gətirdiyi hansılardır? Yəni, Qur'anı oxuyub mənalarına varmayan, sadəcə olaraq qiraət olaraq keçənlərdəndir, deyir. Yəni, necə insan Qur'anı oxuyub, aləmlərin Rəbbindən gələn bir risaləni, Allahın kəlamlarını oxumayıb, yəni oxumur və yaxud da oxuyub onun mənasını tədəbbür etmir və yaxud da heç ona səy də görsətmir. Deyir, bu insan Qur'andan necə ləzzət ala bilər? Ona görə də baxırsan, insanlar var, bacılarımız var, qardaşlarımız var. Allah Subhanahu taala onlara nitq veribdir. Gözəl insanlara iş yerində öz ifadələrini qəşəng nədir, cəmaata bildirirlər, ehtiyaclarını, həmçində danışıq qabiliyyətləri gözəldir. Baxırsan, nə qədər fəsahətli danışanlar var. Bəziləri müəllimdir, bəziləri müəllimədir, bəziləri mühəndisdir və ya başqa vəzifədə işləyirlər. Bu boyda elmin və savadın qabağında aləmlərin Rəbbinin kitabını neyniyir? Oxumağa cəhd göstərmir. Və baxırsan ki, insan bunları neyniyir? Sanki belə olmuş kimi də gedir, vallahi qiyamət günü. Lallallığından soruşulduğu kimi danışa bilən də nitqindən soruşulacaqdır. Qur'anı niyə oxumamısan deyə, niyə oxumadın, niyə öyrənmədin deyə soruşulasan. Və səndən soruşan da vallahi heç kəs deyil. Yəni, adi bir sıradan biri deyil. Aləmlərin Rəbbi olan Allahdır. Və bir dəfəm özün güzgünün qabağında dur, o sualı özünə ver. Denən, niyə Qur'an oxuya bilmirsən? Əgər özünə bir bəhanə tapıb verə bilsən, haqqlı, ədalətli bir bəhanə tapa bilsən, onda bil ki, inşallah ki, Allahın da qarşısında tapa bilərsən. Amma görərsən ki, ən çox da bu şeylər nədəndir? İnsanın nəfsinə və şeytana uyduğuna görədir. Ona görə insan çalışmalıdır ki, Allah Azza və Cəllənin kəlamını öyrənsin, tədəbbür eləsin. Baxın, İbn Qeym rahimehullah deyir ki, leysə şey'un ənfə'u lil-əbdi fil məəşihi və məadihi. Yəni, bir insanın dünyasında və axirətində bir qul üçün heç bir yəni ən faydalı şey onun üçün nədir? Və onun deyir, nizat tapmağına ən deyir, yaxın olan şey nədir? Qur'anı tədəbbür etməkdir. Baxın, nədir? Bax, Qur'anı tədəbbür etmək insanın həm bu dünyada, həm axirətdə qurtulması üçün ən önəmli olan bir, nədir? Əlində olan vasitədir. Və orada deyir, çoxlu təəmmül etmək, düşünmək və Allahın ayələri haqqında, onun mənaları haqqında düşünmək neyniyir? Yəni, onun üçün nicat yeridir. Lakin deyir, şeyx burada deyir ki, lakin deyir, insan nə qədər deyir, Allah Subhanahu taalanın kitablarının mənalarından cahil qalarsa və həmçində bizim indiki halımızda olan, bizim qəlblərimizi saptıran, yayındıran vasitələrin çox olmasına rağmen, insan bununla da yanaşı Qur'anı tədəbbür etməyi tərk edərsə, nə baş verir? Həmən o qəlblərin daşlaşmasına aparıb çıxardır. Və hələm deyir, mən bununla yanaşı haramlara qulaq asanlardan danışmıram. Bəzən müsəlmanlar elə cürətlə ustad-ustalarına, elə cürətlə oturan şəxsi olan, yəni belə deyək ki, şəxsi olan sosial şəbəkələrində olan kanallarında elə musiqili şeyləri qoyurlar ki, baxırsan ki, subhanallah, insan ya bundan cahildir, bilmir, ya da bilir, əməl etməyə nədir? Necə bunun cəsarəti çatır? Allah Azza və Cəllə bir şeyi haram buyurubdursa, sən o harama qarşı mütləq olaraq Rəbbinin qabağında hesab verəsən. Baxırsan ki, insanların kiməsə nəsiyyət edirsən, musiqi qoymaq olmaz, qardaş, dinləmək olmaz, haramdır. Səni götürür, neyniyir? Gizlədir. Məni gizlətdin, nə olsun ki? Allah Azza və Cəlləni ki, gizlədə bilməyəsən, vallahi Rəbbim sənin qəlbinin içindəki olan
hissləri belə bilir. Hara qaçasan, hara gizlənəsən, neçə-neçə nəsiyyətçi gizlədəsən. Allah Subhanahu taala deyir ki, kafir qövmlər haqqında deyir, amma onlar deyir nədir? Nəsiyyət edənləri sevməzlər. Sən bax ki, əgər sənin qəlbində bu cür xislətlər, bu cür sifətlər varsa, Allahdan qorx ki, get imanını təzələ, Allahdan imanını təzələnməyini istə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizin qəlbinizdə olan iman paltar köhnəldiyi kimi köhnələr. Allahdan onun yenilənməsini istəyin. Allahdan sabitçilik istəyin. Və başqa bir səbəblərdən biri də nədir? Allah Subhanahu taalanı tanımaqdır. Həqiqətən də əgər bir insan aləmlərin Rəbbini tanıyarsa, vallahi onun qəlbindəki xovf, qorxu artar. Çünki Allah Subhanahu taala Quran-ı Kərimdə Fatir surəsi 28-ci ayədə deyir ki, İnnəmə yaxşəllahə min ibadihil uləməu. Həqiqətən də Allahdan qullarının içində kimlər qorxar? Alimlər qorxar. Deməli, alimlər kimlərdir? Alimlər Allahdan ən çox qorxandır. Ona görə də şeyx gətirir ki, burada həqiqətən də bir insanın qəlbində olan qorxunun azlığı çox vaxt nədir? Onun elminin azlığına görə olur. Yəni, kim Allah Subhanahu taalanı az tanıyarsa, o Allahdan da az qorxur. Görürsən ki, cahillər necələr? Cürətli olurlar. Hətta elm tələb edənlərin arasında belə görürsən ki, elmi az olan insanlar nə edirlər? Cürətli danışırlar. Hətta elə məsələlər haqqında fətvalar verirlər ki, vallahi böyük alimlər, böyük tələbələr qorxuflar o haqqında danışmaqdan. Nəyə görə? Çünki cahil cürətlidir. Yəni, məsəl üçün, böyük alimlər, Şeyx Abbad Həfizəhullah kimi, misal üçün, onlar nə deyir ki, Şeyx Abbad Həfizəhullah deyir ki, mənə 3 şey haqqında sual verməyin. Alə məsələsidir, kimlərisə adı haqqında, kiməsə adı bunun hökm məsələsidir və bəzi məsələlər bu haqda mənə sual verməyin. Çünki bilir alim ki, bu məsələnin ağırlığını, məsuliyyətini, baxırsan ki, 2 gün kitab oxuyan adam gəlirlər, soruşurlar ki, qardaş, filankəsin ailəsində filan problem var, deyir, boşasın. Haramdır, evləndi, boşandır, bunu burada boşuyur, bunu burada evləndirir. Vallahi insan bilməlidir ki, həqiqətən də insan, Allah o kəsə rəhm etsin ki, yerini bilir. Sözsüz ki, baxın, nəsiyyətçi başqa şeydir. Biz insanları Allahın yoluna çağıra bilərik, rəğbətləndirə bilərik, cənnətlə müjdələyən əməlləri danışa bilərik, cəhənnəmlə qorxuzan əməlləri danışa bilərik. Danışa bilərik insanlara halalları, ümumi olaraq halal nədir, haram nədir, namazı nə batil edir, bunlardan danışa bilərik. Amma şəxslərə hökm vermək ki, qardaş, bu batildir, hökm məsələsinə, qardaşlar, yəni, hər sıradan keçən insana yaraşmır, hər kitab oxuyana bu məsələlərdən danışmaq olmaz. Bu şeylər böyük tələbələrin, böyük alimlərin məsələsidir. Ona görə də hər şeyin öz əhli var. Hər kəsin öz götürdüyü bir yükü var. Allah Subhanahu taalanın mükəlləf elədiyi qullar var. Ona görə gərək insan öz yerini bilsin. Xülasə oralaq nə demək istəyirəm? İnsan nə qədər Rəbbindən cahil qalarsa, o qədər də Rəbbinə qarşı cürətli olar. Deməli, insan nə qədər elm öyrənərsə, burada da elm öyrənməyə rəğbət var. İnsan elm tələb etməyi tərk etməməlidir. Necə ki, İmam Əhmədə rahiməhullah'a görürlər ki, oradan-buradan İmam Əhmədin yanına gəlirlər elm öyrənməyə, fətva soruşmağa. İmam Əhməd isə yəni bir qələmi, bir də dəftəri, kağız qırıqları ilə o dərsdən bu dərsə belə gedir, orada İmam Şafinin yanına, ora gəlir, bura gəlir. Bundan soruşurlar ki, ey imam, cəmaat sənin yanına gedir, sən bu qələm dəftərlə hara qədər gedəsən? Və o da məşhur olan sözün deyir ki, deyir, elm hardan? Beşikdə qəbrə qədərdir. İləl məqbar, yəni qəbrə qədərdir. Yəni ölənə qədər. Yəni insan elm öyrənməlidir. Cahil olmaq yaraşmır. Müsəlman alim olmalıdır, savadlı olmalıdır, bilikli olmalıdır. Ən azından vacib olan ibadətlərin şərtlərini bilməlidir. Və baxırsan ki, İbn Qeym rahimehullah bu şeylərdə olan, yəni Allah Subhanahu taalanı tanımaq haqqında yəni
gözəl şəkildə Allah Subhanahu taalanın bu məsələ haqqında izah gətirir və deyir ki, baxın, Allah Subhanahu taalanı görün necə gözəl, qısa, müxtəsər şəkildə vəsf edir. Deyir ki, əgər sən deyir, düşünsən ki, bütün mülk aləmlərin Rəbbinə məxsusdur və bütün məxluqatların ixtiyarı onun əlindədir və bütün mülkləri, işləri, hamısını idarə edən odur. Əmr edən odur, qadağan edən odur, yaradan odur, yedizdirən odur, öldürən, sonra dirildən odur, izzətləndirən, alçaldan da odur. Gecəni gündüzə, gecəni gündüzə, gündüzü də gecəyə qatan odur. Və insanların arasında günləri bölən də odur. Yəni dövlətləri quran və dövlətləri yıxan da odur. Və bilin ki, deyir ki, şeyx burada gətirir ki, onun yəni mülkiyyatı, səltənəti həm göylərdə, həm də yerlərdə keçərlidir. Vallahi, insan bunları düşünsə, onun imanını qaldırmaq üçün, vallahi, bunlar kifayətdir. Lakin insanlar bunun haqqında az düşünürlər. Baxın, bax bir insan, sən gedib bir dənə padişahı görsən, bir başçını görsən, görərsən ki, onun qabağında insanlar necə pərvanə kimi fırlanırlar. Nəyə görə? Onun axı səltənəti var, onun padişahlığı var. Baxın, aləmlərin Rəbbinin səltənəti, padişahlığı yerlərdə və göylərdə hər bir yerdə keçərlidir. Allah Subhanahu taala bir şeyə əmr edərsə, onun qarşısına heç kəs ala bilməz. Allah Azza və Cəllə bir şeyə yox deyərsə, onu var edən olmaz. Allah Subhanahu taala izzətləndirəndir. Baxın, əgər bu şeyləri insan Rəbbini tanımaq istəsə, bunları düşünərsə, insanın qəlbindən məxluqatlar çıxar. Baxın, Allah Azza və Cəllə haqqında Allah Subhanahu taala neçə nəfər olursa olsun yer üzündə hər kəs müxtəlif dinlərlə danışsalar belə, hər kəsin öz dilləri, lüğətləri fərqli olsalar belə, Allah Subhanahu taala onların birinin digərinə qarışdırmadan hər birinin nədir? Özünün özünə məxsus şəkildə duasını eşidər və qəbul edər. Baxın, Allah Azza və Cəllə üçün çətin heç nə yoxdur. Allah Subhanahu taala üçün yəni mümkünsüz olmayan bir şey yoxdur. Və baxın, Allah Subhanahu taala hətta necə Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf edir. Yəni həqiqətən də gecə qara daşın üstündə gedən qara qarışqanın belə Allah Azza və Cəllə onu görür və addım səslərini eşidir. Dənizlərin dibində, çuxurların dibində ən xırda belə olsa böcək, balina, molekul nə olursa olsun, vallahi hər birinin ixtiyarı aləmlərin Rəbbindədir. Hər kəs Allaha möhtacdır. Allah aləmlərin Rəbbi olan Allahdır. Yəni elə bir Rəbbimiz var ki, o Rəbbi qoyub hansısa, vallahi Allahın izni olmadan belə barmağını qaldırıb, üzünü qaşımağa belə gücü çatmayan məxluqata gedib qul olmaq olmaz. Yəni insanlar bugünkü gün itirdikləri ən böyük bir şey nədir? Qəlblərindən Allahı itiriblər. Allah Subhanahu taalanın təzimini itiriblər. Ayələr və hədislər, kitablar üzərində qalıb. Onları düşünən bir tövhid əhli mümkün olmaz ki, nədir? Məğlubiyyət içində olsun. Bu şeyləri itirmişik deyənə məğlub oluruq. Bizim qəlblərimizdən aləmlərin Rəbbinə olan təzim itifdir. Ona görə məğlub oluruq. Ona görə yox ki, düşmənlər, kafirlər, müşriklər bugün güclüdürlər. Ona görə yox. Biz zəifləmişik. Ona görə qayıtmaq lazımdır, qəlblərimizi islah etmək lazımdır. Allah Subhanahu taala ilə qəlbimizin onun sevgisi ilə, qorxusu ilə, ümidi ilə hər bir şeylə doldurmaq lazımdır ki, hətta nə olsun, zəfər də məhz buna görə gəlir. Və bir gün Allah Azza və Cəllə, bir günə Allah Subhanahu taala tövhid əhlinə zəfər verər. Necə ki, Muhammed sallallahu aleyhi və səlləm yer üzünə tək olaraq gəldi və bütün nədir? Kainatı, İslam dinini yaydı və zəfər qəbul etdi. Və sonra onun dalınca isə kimlər gəldi? Ondan sonra yeni başqa nəsillər gəldikcə Allah Subhanahu taala nə deyir? Onlardan sonra elə bir nəsil gəldi ki, neynədilər? Şəhvətlərinə tabe oldular və
namazı zayi etdilər. Və doğrusunu Allah bilir. İnşallah burada dayanırıq. Çünki dərs uzun olduqca bəzən insanlar üçün bezikdirici olur. Allah Subhanahu taala'dan istəyək ki, Allah Subhanahu taala bizim qəlblərimizi Allah sevgisi ilə, Allah xofu ilə, Allaha məxsus olan qəlb əməlləri ilə doldursun və Allahdan başqalarını orada zərrə qədər olsa belə yer saxlamasın. Allah Subhanahu taala'dan istəyək ki, bizi həqiqi ona qul olub, onun qullarına qul olmaqdan bizi qorusun. Allah Subhanahu taala'dan istəyək ki, Rəbbim bizim zahirimizi və batinimizi eyni etsin. Nifaqdan, kişiyə və möminə xas olmayan xislətlərdən Rəbbim bizim həm daxilimizi, həm zahirimizi təmizləsin. Allah Subhanahu taala'nın və Rəsulunun əmrlərini yerinə yetirməkdən ötəri məxluqatların qınağından, onların qorxutduğu şeylərdən qorxmadan Allah Subhanahu taala'ya, yəni haqlı olan bir qulluğu yerinə yetirməyi nəsib etsin. Allah Subhanahu taala'dan istəyək ki, Rəbbim bizim əxlaqımızı, ədəbimizi qorusun. Allah Subhanahu taala'dan istəyək ki, Rəbbim bizim dinimizi və imanımızı qorusun. Çünki həqiqətən də möminə ondan dəyərli işlə verilməmişdir. Allah Azza və Cəllədən istəyək ki, Rəbbim bu dinin, bu ibadətin, bu şəhadətin bizim ağzımızdan və qəlbimizdən nə deyim, yəni ruhumuz çıxdığı zaman bu kəlmə ilə çıxsın və qəlbimizdəki olan imanla Rəbbimizə qovuşaq və doğrusunu Allah bilir. Subhanakallah.